Salam canlarım, necəsiz? Əminəm ki, çox yaxşısınız və təhsilinizin dadını çıxardırsınız. Bu mənim sizin üçün çəkdiyim ikinci videodur. Əslində bu haqda ilk videomda, yəni tanışlıq videomda sizə bəhs eləmişdim. Makinelər haqqında danışıb, onların hansı səviyyələrdə açılıb, nə qədər altına alındığını və nə qədər müddətdə inşa olunduğunu sizə deyəcəkdim. Əlbəttə ki, ürünləri də pas keçməyəcəyik, bunun haqqında da sizə məlumat verəcəm. Artıq videomuza keçək. Bu qarşınızda gördüyünüz möhtəşəm makine fırın makinesidir. Fırın makinesi oyuna başladığımız zaman ikinci səviyyə etibarilə artıq önümüzə çıxır. 20 altın ilə alınır. İnşaat süresi 10 saniyədir. Çox tez olur. Çox sağ olsun. Artıq ürünləri haqqında da sizə məlumat verməliyəm. Keçək ürünlərinə. Ekmek. Ekmek makinenin inşaatı tamamlandığı səviyyədən, yəni ikinci səviyyədən etibarən bizim qarşımıza çıxır. Hətta belə nədən hazırlandığını, nə qədər müddətə hazırlandığını sizə deyim. Ən önəmli bir şey var ki, məndə burada ekmek 4 dəqiqə göstərir. Bəlkə də sizin səviyyələrinizdə, əgər səviyyəniz kiçikdirsə, daha yüksək göstərə bilər. Bunun səbəbi isə makinemin 3 ulduz olmasıdır. Hətta belə göstərim. İlk ulduzda ürünün satılacağı altın 10% artır. İkinci ulduzda altınla bərabər XP, yəni makineden ürünü alanda bizə verilən XP 10% artır. Üçüncü ulduzda isə həm altın, həm XP, həm də ürünün olduğu, yəni hazırlandığı müddət azalır. Nəysə, bunu keçək. İkinci ürünümüz olan mısır ekmeği. Mısır ekmeği 7-ci səviyyə etibarilə açılır. Burada hazırlandığı məmulatları da görürsünüz. Üçüncü kurabiye. Kurabiye 10-cu səviyyə etibarilə açılır. Dördüncü məhsulumuz, yəni ahududulu kek. Ahududulu kek 19-cu səviyyə etibarilə açılır. Böğürtlenli kek. Böğürtlenli kek 26-cı səviyyə etibarilə açılır. Bu səhifədə gördüyümüz ürünlər artıq bu qədərdir. İkinci səhifəyə keçirik. 26-cı səviyyədən sonra 33-cü səviyyəyə qədər heç bir məmulat yoxdur. 33-cü səviyyənin 33-cü səviyyəyə gəlmənizlə birlikdə pizza açılır. Ondan sonra 37-ci səviyyədə baharatlı pizza açılır. Bundan sonra patates ekmeği açılır. Patates ekmeği 39-cu səviyyədə açılır. 39-cu səviyyədən 45-ci səviyyəyə qədər heç bir məmulat yoxdur. Və 45-ci səviyyədə Frutti di Mare pizza açılır. Sizin hal-hazırda videoda gördüyünüz mənim səviyyə etibarilə məndə olan ürünlər bu qədərdir. Lakin mən bununla bitirməyəcəm. Çünki 3-cü səhifədə var. O hal-hazırda dediyim kimi mənim səviyyəmə görə açıq deyil. Amma mən sizin üçün onu araşdırıb başqa Hayday influencerlarının videolarını izləyib öyrənmişəm. Videonun sonuna doğru onları da həmin ürünləri sizin üçün vərəq şəklində yazıb videonun bir hissəsində bəlirtəcəm. Amma yenə də onu qoymamışdan əvvəl sizə məlumat verəcəm. Burada gördüyünüz məndə açılmayan 86-cı səviyyədə olan bir ürün var.
Bu ürünün adı zəncəfilli kurabiyedir. Sonra 91-ci səviyyə etibarilə artıq 3-cü səviyyəyə keçirik. Üzrlü sayın 3-cü səhifəyə keçirik. 3-cü səhifə indi məndə hal-hazırda gördüyünüz kimi yoxdur. 96-cı səviyyədə muzlu ekmek açılır. Çox üzrlü sayın, 96 deyil. 91-ci səviyyədə muzlu ekmek açılır. Muzlu ekməkdən sonra 101-ci səviyyədə makaron açılır. 101-ci səviyyədən sonra 120-ci səviyyəyə qədər heç bir ürün məmulat yoxdur. 120-ci səviyyədə isə ananaslı Hindistan cevizli barlar açılır. Dediyim kimi, onların adlarını, şəkillərini mən videoda bir qıraqda sizin üçün yazıb qoyacağım. Hələlik bu qədərdir. Yəni heç istərsəniz 100 səviyyə olun, 200 səviyyə olun. Fırın makinesində ürünlər bu qədərdir. Demirəm, bəlkə gələcəkdə yeni güncəlləmələr gələr, yeni ürünlər gələr. Onu deyə bilmərəm mən. Amma elə bir şey olarsa sizin üçün onu da çəkib əlbəttə ki sizə nümayiş elətdirəcəm. Bugünlük bu qədər. Sevilirsiniz canlarım. İzlədiyiniz üçün, vaxt ayırdığınız üçün təşəkkür edirəm.